İnsanlar hekayələri sevgilərindən, savaşlarından, qələbə və məğlubiyyətlərindən yaradırlar. Bu hekayələr bir vaxtlar nəsildən nəslə şifahi şəkildə ötürülüydü. Sözlər kağızda can tapdığı andan etibarən tarixə doğru səfərləri də başlandı. Əgər bu tarix sənətkarlıqla şeir formasına salınsaydı, o, yaşlıların da, gənclərin də qəlbinə düşən melodiyalı bir pıçıltıya çevrilərdi. Hətta anaların oxuya biləcəyi bir beşik nəğməsi olardı. Məhz bu, kitabın nağıllarının tam olaraq etdiyi şeydir. Və bu şəxs yüzlərlə nağılın yaranmasını təmin etdi. Qədim tarixi olan bir millət küllərindən yenidən doğuldu. Şahnamə böyük bir tarixi epik əsərdir. Firdovsinin əldə etdiyi sənədlər və qeydlərə əsaslanaraq Pəhləvi dilindən fars dilinə tərcümə olunmuşdur. İndi Əbu Məsurun Şahnaməsi adını daşıyan bu mənbələr Firdovsi tərəfindən yığılmışdır. Firdovsi bu məlumatları toplamış və onları şeirə çevirmişdi. Çox zaman Şahnamənin müəllifinin Firdovsi olduğu bildirilir. Həqiqətdə isə o, yalnız həmin mətnləri poeziyaya çevirmişdi. Firdovsi bu dastanları saxtalaşdırmamış və ya özü yaratmamış, o, sadəcə onları şeirə çevirmişdir. Bu dastanlar əvvəlcədən də bilinir və cəmaət arasında tanınırdı. Onlar kitablarda mövcud idilər və Firdovsi onları nəzmə çevirdi. İndi Firdovsi axtardığı kitabı tapmağa nail oldu. Bu, İranın tarixi hekayələri ilə dolu dəyərli bir xəzinə idi. O, özündən əvvəl Əbu Mənsur Əbdürəzzəqin göstərişi ilə xalqdan toplanıb nəsr halına salınan hekayələri nəzmə çəkmək istəyirdi. Bu əsər insan nəslinin ilk hökmdarı haqqında rəvayətlə başlayırdı. Ən qədim ulu babamız, yəni Keyümərs. Keyümərsin hakimiyyəti dağlarda sığınacaqlar inşa etməklə başladı. Bu, ilk məskunlaşmanın və ilk insan icmasının formalaşmasının başlanğıcı idi. O xalqına heyvan dərlərindən geyim tikməyi öyrətdi. Bəzi rəvayətlərdə Keyümərs Gər-Şah adlandırılır. Gər, dağ deməkdir və bu ad Keyümərsin insanlığın başlanğıc mərhələsini təmsil edir. Keyümərsin təqribən 60 il davam edən hakimiyyətindən sonra onun nəvəsi Huşəng taxta çıxdı. Firdovsi Huşəngin odu kəşf etməsini təsvir edir. Od tapıldıqdan sonra nəticədə bir çox ixtira və icadlar oldu. Savaş üçün silahlar, döyüş üçün vasitələr və musiqi alətləri. Beləliklə, kənd təsərrüfatı əsil mənada formalaşmağa başladı. Şahnamə vasitəsilə bəşər sivilizasiyasının tarixi addım-addım formalaşdı. Biz odun kəşfini görürük. Əsər kənd təsərrüfatı və maldarlığın necə formalaşdığını əks etdirir. İnsan cəmiyyəti bəşər sivilizasiyanı tədricən inşa edərək onun bünövrəsini qoydu. Şahnamə kimi bir əfsanəvi əsərin yaranması üçün zəmin hazırlanır. Hüşəngin ardından Şahnamə onun oğlu Təhmurasın hökmranlığını nəqlidir. Əsər onun insanlığın qədim düşməni olan divlər üzərində qazandığı qələbəni nəqlidir. Təhmuras divlərin yarısını qətlə yetirdi. Digər yarısını isə əsir alaraq onların vasitəsilə 30 dil öyrəndi. Onlar şaha yazmağı öyrətdilər və bu bilik onun qəlbini günəş kimi işıqlandırdı. Onlar ona sadəcə bir yazı üsulu öyrətmədilər. Təxminən 30 müxtəlif üsul, o cümlədən qərb, ərəb və fars yazılarını öyrətdilər. Şahnamədə hər bir hökmdarın qazandığı irəliləyişlər, bir yerdə məskunlaşmaq, odun kəşfi, dillərin öyrənilməsi, insanların əkinçilik və gündəlik həyat üçün lazım olan alətləri yaratmasına şərait yaratdı. Ən qədim mağara icmasından 1000 il keçdikdən sonra Təhmurasın oğlu Cəmşidin hakimiyyəti dövründə Cəmşid tərəfindən təşkil olunmuş böyük bir şəhər ortaya çıxdı. Əhali 4 təbəqəyə bölündü. Döyüşçülər, kahinlər, sənətkarlar və kəndlilər. Cəmşidin ən önəmli fəaliyyəti cəmiyyətin siniflərə ayrılması oldu. Bu, sivil cəmiyyətin qurulmasına işarə idi. Cəmşidin dövründən əvvəl
Şahnamədəki hökmdarlar insanlarla birlikdə yaşayırdılar. Onlar tamamilə xalqla bağlıydılar. Onların sevincini, kədərini və gündəlik həyatını paylaşırdılar. Bununla bərabər Cəmşidin zamanında yeni bir sistem ortaya çıxdı. Cəmşid xalqının rahatlığı üçün lazım olan bütün işləri tamamlayandan sonra o, divlərə böyük bir saray tikməyi əmr etdi. O, yeni ilin ilk günündə həmin yerdə şah taxtına çıxdı. Xalq bütün cəvahiratını Cəmşidə verdi. Həmin günü Novruz adlandırdılar. Cəmşid həm qüdrətli, həm də yüksək mövqedə idi. O, öz şan şöhrətinin yükünü daşıya bilmirdi. Öz şöhrətinə valeh oldu və özünü dünyanın yaradıcısı olaraq adlandırdı. Bu, bir mənada hərəkətin başlanğıcını ifadə edir. Cəmşidin şahlıq dövrü üçün Firdovsinin idealını və İran cəmiyyətinin arzusunu naümid edir. Sizin qidalanmağınız, yuxunuz və təhlükəsizliyiniz, libaslarınız və bütün rahatlığınız mənim sayəmdədir. Şöhrət, şahlıq və tac mənimdir. Məndən başqa bir şəxsin padşah olduğunu söyləməyə kim cürət edər? Bu cür danışaraq ilahinin köməyini itirdi və dünyada insanların üsyan sədaları yüksəldi. Cəmşidin günləri zülmətə qərq oldu və aləmi nura boyayan parlaqlığı sönməyə başladı. Padşahlar bir xalqın iradəsini təcəssüm etdirirdi. Xalqın ortaq iradəsini özlərində cəmləşdirirdilər. Şahnamədə də həmin prinsip öz yerini qoruyur. Şah xalqın etimadını itirəndə daha taxtın sahibi olmurdu. Məhz burada Cəmşid ilahi parlaqlığını, Fərri İzzadəni itirdi. Həmin anlarda Cəmşidin sarayının bünövrəsi sarsıldı, ordusu dağıldı və kahinlər onu tərk etdilər. Cəmşidin torpaqlarının uzaq qərbində Zəhhak hökmranlıq edirdi. O, Cəmşidin imperiyasının taleyini dəyişmək üçün seçilmiş şəxs idi. Bir zamanlar Zəhhakı atasını öldürməyə vadar etmiş şeytan, indi aşpaz paltarı geyinərək yenidən ortaya çıxdı və ilk dəfə olaraq Zəhhak üçün heyvan ətindən yemək hazırladı. Zəhhak yeməyə raz qalaraq aşpaza istədiyi hər şeyi verməyi söz verdi. Aşpaz Zəhhakın çiyinlərini öpməkdən başqa heç bir şey istəmədi. Layiq olmadığım halda Qalib Şahdan bir xahişim var. Bu xahiş mənə çiyinlərini öpməyini əmr etməsidir. Çiyinlərinizə gözlərimi və üzümü sürtmək istəyirəm. Aşpaz Zəhhakın çiyinlərini öpdükdən sonra yoxa çıxdı. Şeytan öpdükdən sonra Zəhhakın çiyinlərində 2 ilan peyda oldu. Şəfa tapmaq üçün cəhdlər uğursuz oldu. İlanlar isə onun çiyinlərində get-gedə daha da böyüyürdü. Ümidləri tükənmiş halda ilanları kəsməyə qərar verdilər. Lakin bu da Zəhhakın ağrısını azalda bilmədi. Hər dəfə kəsildikdən sonra ilanlar yenidən çiyinlərindən çıxırdı. Sonra şeytan yenidən həkim qiyafəsində ortaya çıxdı və Zəhhaka dedi: "İlanları kəsmək səni xilas etməyə yetməyəcək. Onları insanların beyni ilə qidalandırmalısan. Onlar sənə artıq problem yaratmayana qədər ya da bəlkə də azlıqdan ölənə qədər belə et." Zaman keçdikcə Zəhhak daha da güclənib qüdrətlənirdi. Bu arada Cəmşidin hökmranlığı zəifləyir, onun parlaqlığı hər ötən gün sönürdü. Onu taxtdan devirmək məqsədi ilə dövlətinin hər tərəfinə üsyanlar yayıldı. Cəmşid Şahnamənin ən böyük düşməninə İran üzərində hökmranlıq etmək üçün yol açdı. Bu şəxs ilanların sahibi olan lənətə gəlmiş zülmkar Zəhhak idi. Cəmşid Şahnamənin ən böyük düşməninə İran üzərində hökmranlıq etmək üçün yol açdı. Bu şəxs ilanların sahibi olan lənətə gəlmiş zülmkar Zəhhak idi. Cəmşidin ordusu ona qarşı çevrildi və Zəhhakın taxta çıxmasının yolunu açdı. Onlar vəziyyətin düzəlməsi ümidi ilə Cəmşidin əvəzinə Zəhhakı taxta əyləşdirdilər. Ancaq bundan sonra qaranlıq çökdü. Zəhhak hakimiyyətə gələndə Cəmşidin mişar ilə 2 yerə bölünməsini əmr etdi.
və həmin gündən bəri bu ölkəyə qaranlıq günlər hakim oldu. Ağıllılar həm özlərini, həm də əməlini gizlətdilər və şeytanlar ürəklərindəki istəyə nail oldular. Fəzilət təhqir, sehr isə təqdir olundu, ədalət gizləndi, zülm isə qüvvət qazandı. Şeytanlar öz pisliklərində şad oldular, xeyir isə yalnız sirli şəkildə söhbət mövzusu oldu. Zəhhak göstəriş verdi ki, hər gün şəhərdən 2 gənc tutulub gətirilsin və Zəhhakın çiyinlərindəki ilanları bəsləmək üçün hazırlansın. Beyin ağlı, gənclik isə xalqın enerjisini simvolizə edirdi. Hər gün 2 gəncin canı bu vəhşilərin qurbanı olurdu. Və bu şəkildə Zəhhak 1000 il ərzində bu diyarda zülmlə hökm sürdü. Bir gecə Zəhhak dəhşətli bir yuxu gördü. Yuxu yozanlar bu yuxunu belə şərh etdilər. Cəmşidin soyundan Fəridun adında bir oğlan dünyaya gələcək. Bir gün gələcək ki, o, sənin taxtını yerlə bir edəcək. Beləliklə, Zəhhak qorxuz bir hökm çıxardı ki, yeni doğulmuş bütün oğlan uşaqları öldürülsün. Əskərlər şəhərləri, evləri qarış-qarış dolaşır, rast gəldikləri hər bir körpə oğlan uşağının həyatına son qoyurdular. Amma qırğınlar zamanı Fəranək yeni doğulmuş oğlu Fəridunla birlikdə Zəhhakın əskərləri gəlməmişdən əvvəl Əlburz dağlarına sığındı. Fəridunun anası Zəhhakdan qorxduğundan onu Hindistan sərhəddinə, Əlburz dağlarının zirvələrinə apardı və onu təhlükəsizlikdə böyütmələri üçün hikmətli qoruyuculara etibar etdi. Əlburz, Qafqaz dağlarından başlayan və genişlənən möhtəşəm dağ silsiləsidir. Firdovsi bu dağın Qara dənizlə Xəzər dənizi arasında İranın şimal bölgələrinə qədər uzandığını təsvir edir. Bu, Qaf adı ilə tanınan və Əlburzun bir hissəsi hesab edilən dağ silsiləsidir. Əlburz dağları İranın şimalında uzanır və indi Əlburz silsiləsi adı ilə şöhrət tapıb. Əlburz dağları Xorasana qədər uzanır və Əfqanistanla həmsərhəddir və onun əzəmətli sərhədləri Hindistana qədər uzanır. İllər ötəndən sonra Fəridun cavan bir igid kimi yetişəndə, Zəhhak yuxusundakı xəbərdarlığın zamanının yaxınlaşdığını anladı. O, ölkənin ağsaqqallarını toplayaraq öz fəzilətini elan edən bir fərman imzalamaq istədi. O, xalq içərisindən güclü bir ordu qura bilmək arzusundaydı. Lakin o bilmirdi ki, bu addım yuxusunun gerçəkləşməsinin başlanğıcıdır. Çünki ağsaqqalların içində dəmirçi Kaveh də var idi. Elə bu anda qapıdan ədalət tələb edən kimsənin hayqırışları eşidildi. Şikayətçi gətirildi və oradakı ağsaqqalların önünə çıxarıldı. Zəhhak qaşlarını çatdı və ona dedi: "Bizə deyin görək, kim sizə ədalətsizlik edib?" O, "Mən Kavehəm, dəmirçiyəm, padşahım," dedi və danışanda əllərini sıxıb başına döydü. "Siz padşah, yoxsa bir canavarsınız? Bizə deyin cənab, siz hansısınız? Axı sən 7 məmləkəcə sahib olduğun halda, niyə bizim taleyimiz əzab çəkmək və ölmək olmalıdır?" Dedi ki, oğullarının hamısını əlindən alıb öldürüblər. Beyinlərini isə Zəhhakın çiyinlərindəki ilanlara yemədiblər. Kaveh son ümidini, son oğlunu xilas etmək üçün yalvardı. Zəhhak onun övladının azal olunmasını əmr etdi. O an Zəhhak Kavehə fərmanı imzalamasını əmr etdi. Kaveh yazını diqqətlə oxudu və sonra üzünü yığılan ağsaqqallara çevirdi. "Siz artıq şeytanın cəynaqlarındasınız," deyə o nərə çəkdi. "Şər dolu qəlbləriniz artıq uca Tanrıdan belə qorxmur. Amma mən bu zalımın və onun sarayının sənədlərini heç vaxt imzalamaram. Hətta bu barədə bir anlıq belə düşünmərəm." O, ədalət tələblərini ucadan səsləndirməyə davam etdi və dəridən olan dəmirçi önlüyünü nizənin ucuna sancaraq bir üsyan bayrağı kimi havaya qaldırdı. Elə bir izdiham yığıldı ki, torpaq silkələndi, toz göyə qalxdı. Kaveh əlində nizə ilə irəli yeriyərək qışqırdı:
Siz Allahdan qorxan, vicdanlı adamlarsınız. Bu padşah isə əhrəməndir, Tanrının açıq düşmanı. Kavehin üsyanının başlaması ilə artıq gənc bir oğlan olan Fəridun buğabaşı formasında bir gürc düzəldərək üsyana qoşuldu. Döyüş Fəridun və Kavehin qələbəsi ilə başa çatır. Zəhhak əsir alınır və onun hökmranlığı sona erir. Firdovsi deyir, qoymayaq pislik hökm sürsün bu fələkdə. Var gücümüzlə yaxşılıq edək heç durmadan. Nə mərhəmət, nə zülüm sürər əbədiyyən. Əbədi olan yalnız etdiyin yaxşılıqdır. Zəhhakdan sonra taxta Fəridun çıxdı. Fəridunun 500 illik hakimiyyəti dövründə ədalət və insaflı idarəçilik hökm sürdü. Fəridunun hökmranlığı illərində əhəmiyyətli bir hadisə İranın təşəkkülü və İranlı milli kimliyinin ortaya çıxmasıdır. Fəridunun 2 xanımından 3 oğlan dünyaya gəldi. Birinci xanımı Şəhrnazdan olan 2 böyük oğlu, ikinci xanımı olan Arnavazdan isə sevimli oğlu İrəc dünyaya gəldi. Fəridunun oğullarının yeniyetməlik yaşlarına qədər adları yox idi. Bir gün Fəridun əjdaha qiyafəsində onların qabağına çıxıb yollarını kəsdi. Böyük oğlu əjdahanı görən kimi döyüşün mənasız olduğunu düşünüb qaçdı. İkinci oğlu yaxınlaşmadan oxu yayına yerləşdirib uzaqdan əjdahanı nişan aldı. Ancaq balaca oğul əjdahanın yanına yetişəndə igidliklə irəliləyib əjdahanı xəbərdar etdi. O, əjdahanı kənara çəkilməyəcəyi halda hörmətsizliyinə görə onu cəzalandıracağı ilə hədələdi. Fəridun oğullarına göstərdikləri davranışa görə ad qoydu. Ən böyük oğula Səlim, ortancıl oğula isə Tur adını verdi. Ən balaca oğluna isə İrəc adını qoydu. 7 ölkəyə hökmranlıq edən Fəridun dünyanı oğulları arasında bölüşdürdü. Sonra Fəridun gizli saxladığı planını açıqladı. O dünyanı 3 hissəyə bölürdü. Bir hissə qərbdən, digər hissə Çin və Türk torpaqlarından, üçüncü hissə isə döyüşçülərin yurdu olan İran torpağından ibarət idi. Fəridun Romanı əjdahaya qarşı döyüşmək istəməyən Səlimə verdi. O qəhrəmanlar diyarı olan Turanı əjdaha ilə döyüşmək üçün vaxt itirməyən Tura verdi. Sonda igidliklə əjdahaya meydan oxuyan və qardaşlarını müdafiə edən İrəcə, cəsur insanların məskəni olan İranı bağışladı. İr sözünün mənası Nəcibdir. İran isə Nəciblərin ölkəsi deməkdir. Səlimlə Tur, güc və hakimiyyətin ürəyi olan ən yaxşı torpağı gördüklərində, Fəridun İran torpağını öz oğlu İrəcə bağışladı. İrəcin qardaşlarının ürəyini qısqanclıq və nifrət bürüdü. Səlm atasının bu bölgüsündən narazı qaldı. İrana olan tamahkarlığı ürəyində böyüyən Səlm, qardaşı Tura gizlin bir məktub ünvanladı. Firdovsinin şeirindən. Türklərin və Çinin hökmdarı olan qardaşına bir elçi göndərdi. Məktubda ona uzun ömür və xoşbəxtlik diləyirdi. Sonra isə belə davam edirdi. Yel kimi sürətli qasidlə yolladığı məktubda yazırdı. Bizim hekayəmizə diqqət et. Tarixdə heç kim beləsinin nə görmüş, nə də eşitmişdir. Biz şahlığa layiq olan 3 qardaş idik. Bizim ən gəncimiz xoşbəxtliyə qovuşdu. Mən ən böyük və ən təcrübəli olduğum halda talih mənə yar olmalı idi. Yox əgər bəxt məndən üz döndəribsə, məgər taxt-tac sənə layiq deyildimi ey əsilzadə? O, İrəcə qəhrəmanlar diyarı İranı və Yəməni verdi. Qərb vilayətlərini isə mənə bəxş etdi. Türk eli ilə Çini sənə pay etdi, bizim ən kiçiyimiz İran taxt-tacının sahibidir. Bu işdə nə ağıl var, nə də hikmət. Atamızın işlərində heç bir hikmət yoxdur. 2 qardaş birləşib, İran taxtını kiçik qardaşlarından ələ keçirmək qərarına gəldilər. Atalarına sərt məzmunlu məktub göndərdilər. Tələb etdilər ki, İrəc taxtdan endirilsin.
Beləcə onu ölümdən qurtara biləcəyini düşüb, Fəridun İrəcə dərhal ordu təşkil etməli olduğunu dedi. Əks halda qardaşları onu məhr edəcəklər. Nəcib İrəc əzəmətli atasına baxıb dedi: "Ömür yel kimi əlimizdən qaçır. Müdrik insan öləcəyini biləndə niyə kədərlənməlidir ki? Taxt-tac mənim nəyimə gərəkdir? Silahsız, heç vaxt incitmədiyim qardaşlarımla görüşəcəyəm." Lakin talehin başqa planı var. İrəc, silahsız və qoşunsuz Turun düşərgəsinə getdi. Turun əskərləri İrəcin cəsarətinə heyran qalıb onu təriflədilər və onu padşahlığa layiq gördülər. Ordu daxilində bir pıçıltı yayıldı. İrəc çadıra daxil oldu. Tur qəzəblə İran taxtının onların kiçik qardaşına verilməsindən gileyləndi və bildirdi ki, belə olan halda heç bir İranlını sağ qoymayacaq. Lakin İrəc bu sözlərlə cavab verdi: "Mənim arzum nə İran, nə Qərb, nə Çin. Nə bir ölkəyə hökmranlıq, nə də taxt-tacdır. Özü ilə bərabər şər gətirən əzəmət üçün biz fəqan etməliyik. Hətta ən böyük uğurlara çatsan da, sonda hamımız eyni torpağın altında yatacağıq. İran taxtında əyləşdim, amma indi nə tacın, nə taxtın heç bir əhəmiyyəti qalmayıb. Hər ikisini sənə təslim edirəm. Bundan sonra mənə qarşı kim bəsləməməyini diləyirəm." Tur, İrəcin sözlərinə qəzəblənərək, onu öldürmək məqsədi ilə ona stulla zərbə indirdi. İrəc yerə düşən an belə ağlından ancaq atası keçirdi. O Turdan qardaşının qanını tökməməyini istədi. Ayağının altında əzilən qarınşqalar belə rəhm et, onların da ruhları var. Öz ruhları onlara baldan da şirindir. Öz əlvi qana bulama, mən artıq sənin qarşıva çıxmayacağam. Dünyanın hər bir küncündə yaşamağa razıyam. Orada çətinliklə də olsa çörəyimi qazanaram. Dünyanı istəyirdin və indi onu əldə etmisən. İndi Allahın yolundan çıxıb qanımı tökmə. Günahsız qanı töküldüm. Həmin dəqiqədən sonra dünyada qisas dalğası yayıldı. Bu intiqamı Fəridunun özü almalıydı. Amma Fəridun artıq yaşlanmışdı. İrəcin həyat yoldaşının dünyaya uşaq gətirəcəyi biləndə, atasının qisasını alacaq bir oğul dünyaya gətirəcəyinə ümidi artdı. Ancaq ilk doğulan uşaq qız oldu. İllər sonra İrəcin qızının bir oğlan övladı dünyaya gəldi. Onun adını Mənüçöhr qoydular. Mənüçöhr gəldi və nəhayət İrəcin qisasını aldı. Səlimlə Tur onun əli ilə canlarını tapşırdılar. Lakin təəssüf ki, bu qisas da dünyaya sülh gətirmədi. Bu, İranlı və Turanlı əmi oğulları arasında sonsuz düşmənçiliyə və sonraki dövrlərdə saysız-hesabsız münaqişələrə səbəb oldu. Əslində bu xalqların hamısı bir-birinə qohumdur. Fəridun dünyanın şahıdır. Turanlar Turun övladlarıdır. İranlılar İrəcin övladlarıdır. Rumlar Səlimin övladlarıdır. Bunların hamısı İran və dünyanın hökmdarı olan Fəridunun nəslindəndir. Deməli, Şahnamədə irqlərarası bir müharibədən söhbət getmir. Əgər Firdovsi irqçi bir şair olsaydı və Şahnamə irqçi bir əsər olsaydı, mətndəki bütün tənqidlər qeyri-İranlara qarşı olardı və İranlara qarşı heç bir tənqid olmazdı. Lakin vəziyyət belə deyil. Əsərin daxili məntiqi İranlıların da tənqid olunmasına gətirib çıxarıb. Maraqlı cəhət odur ki, bu tənqidlər çox vaxt digərlərinə yönələnlərdən daha sərt və kəskin formada ifadə olunur. Bu tənqidlər Firdovsi əsərlərindən heç vaxt çıxarılmamışdır. Əgər o,
qərəzli və ya irqçi olsaydı, belə məqamları kitabdan çıxarardı. Firdovsi müharibəyə və zorakılığa heç vaxt tərəfdar çıxmayıb. Baş verən müharibələr və zorakılıqları isə öz əsərlərindən çıxara bilməzdi. Buna baxmayaraq, Firdovsi hər zaman zorakılığa qarşı səsini ucaldıb. O, müharibələrə və qan tökülməsinə qarşı olub. Onun dastanları əsasən qəhrəmanlıqlardan bəhs etsə də, xüsusilə döyüş məharəti, cəsarət və silahdan istifadə bacarıqlarının incəliklərinə diqqət yetirir. Firdovsinin Şahnaməsi Homerin İlyadası ilə eyni sırada qərarlaşır. Təxminən 3000 il əvvəl gözdən əlil Yunan şairi tərəfindən qələmə alınan İlyada poeması dünyanın iki ən böyük epik əsərindən biri sayılır. İlyada bir müharibə dastanıdır. İlyada, Şahzadə Helenanın oğurlanması ilə başlayan və bir çox hissələri hilə və xəyanətlə dolu olan bir qəhrəmanlıq dastanıdır. İlyada belə bir misrası ilə başlayır. Söylə, söylə ey ilahə, Axilləsin qəzəb dolu nəğməsini. Şahnamə isə uca Allahın tərifi ilə başlayır. O Allah ki, həyat bəxş edən və hikmətin təcəssümüdür. Şahnamə adi bir dastan deyil. O, İran müdrikliyinin və insan hikmətinin kitabıdır. Müdriklik həm yol göstəricidir, həm də sevinç gətirəndir. Müdriklik hər iki dünyada da kömək əlini uzadır. Bu əsər İran mədəniyyətinin və xalqının xarakterinin əksidir. Bir məktub, bir qeyd, bir kitab, Şahnamə adi şeirlər toplusundan və ya digər fars irsi ədəbi şah əsərlərindən daha çox dəyər daşıyır. Şahnamənin müxtəlif versiyaları mövcuddur. Bu versiyalar Firdovsiyə qədər və ondan sonra həm nəsir, həm də nəzm formasında qələmə alınmışdır. Məsələn, nəsr şəklində yazılmış Əbu Mənsurinin Şahnaməsi buna bir nümunədir. Mərufi Bəlxi, Əbu Əli Bəlxi, Məsudi Mərvəzi və Dəqiqi kimi ədiblərin də özünə məxsus şahnamələri mövcud idi. Buna görə də Şahnamə tarix əsəri kimi qiymətləndirilməlidir. O, yalnız hökmdarlar haqqında kitab deyil. Bəzən tərcümələrdə Şahnamənin sadəcə padşahlar kitabı kimi sadələşdirilməsi yanlışdır. Əlavə olaraq Şahnamədəki şah sözü müasir zamandakı şahənşah anlayışı ilə qarışdırılmamalıdır. Firdovsi şeirlərdən ibarət olan və Şahnamə adlanan kitabı yazmışdır. Lakin bu, onun xətakar padşahların nöqsanlarını açıqca dilə gətirməsinə heç bir maneəçilik yaratmadı. Başqa heç bir mənbədə Şahnamədəki qədər zalım hökmdarların sərt tənqidinə və qınağına rast gəlmək mümkün deyil. İranı böyük təhlükəyə atmış Keykausun hökmdarlığı dövründə olduğu kimi, padşahların ağılsızlığının bu şəkildə təsvir edilməsi Rüstəmin qəhrəmanlıq hekayələrinin ən uca zirvəyə çatması üçün zəmin yaradır. Mazandaranın gözəlliyinə heyran qılan Keykausun ağılsızlığı və tamahkarlığı onun divlər ölkəsi Mazandaranı fəth etmək qərarını verməsinə səbəb oldu. Şahnamədə ən çox mübahisə olunan mövzulardan biri Mazandaran məsələsidir. Şahnamədə təsvir olunan Mazandaran bugünkü müasir Mazandarandan tamamilə fərqlidir. Firdovsi dövründə həmin bölgəyə Mazandaran deyil, Təbəristan adlanırdı. Xəritəyə baxdıqda Pakistanın, Tacikistanın və Əfqanistanın şimalda birləşdiyi ərazi məhz Şahnamədəki Mazandaranın yerləşdiyi bölgədir. Keykavus o qədər dəyişmişdi ki, Mazandaranı fəth etməkdə israr edirdi. O, hücuma keçsə də çox keçmədən tələyə düşdü. Mazandaran şahı Keykavusun gəlişindən xəbərdar olaraq onun ordusunu darmadağın etdi. O, Keykavusu əsir aldı və sehr vasitəsilə onu kör etdi. Zal bu hadisədən xəbər tutan kimi dərhal həll yolu axtardı və Rüstəmə tək başına Mazandarana getməyi tapşırdı. O, Rüstəmdən qısa, amma çox riskli yollarla Mazandarana gedib Keykavusu xilas etməyini istədi. Zal dedi, bu padşahlıqdan ora 2 yol var və hər ikisi çətinliklər və təhlükələrlə doludur. Biri Keykavusun getdiyi yoldur, digəri isə dağlardan keçir və 2 həftə çəkəcək. Şirlərlə üz-üzə gələcəksən, divlərlə qarşılaşacaqsan,
Qaranlıq elə bürüyəcək ki, gözlərin gördüyünə inana bilməyəcək. Qısa yolu tutsanız, qorxunc məxluqlarla qarşılaşacaqsınız və o vaxt Allah sənə kömək edəcək. Rüstəm səyahəti boyu 7 böyük imtahandan keçdi. 7 böyük sınaq Rüstəmin necə də igidliklərlə bu çətinlikləri dəf etdiyini əks etdirir. Rüstəmin gecə səfərində qamışlıqda yuxuya getməsi ilə ilk igidlik sınağı başlayır. Gecənin bir hissəsi tamam olanda bu yırtıcı aslan yuvasına qayıtdı. O atı Rəxşin üstünə atıldı. Rəxşin canı alov kimi coşdu. Rəxş bön dırnaqlarını şirin başına endirdi və iti dişlərini onun belinə sancdı. Onu yerə çırpıb parça-parça etdi və bu vəhşi heyvanı zərərsiz hala gətirdi. İkinci sınaq susuz səhralarda tək başına qalmış Rüstəmin çətinliklərindən bəhs edir. Rüstəmin nəhəng bədəni əzilib yaralanmışdı. Susuzluq onu taqətdən salıb ağlını başından almışdı. Rüstəm isti yerə yıxıldı. Dili susuzluqdan çatlamış və yarılmışdı. Həmin an qabağında kök bir qoçun qaçdığını gördü. O düşündü, bu qoç suyu hardan tapır görəsən? Üçüncü igidlik sınağında zülmət meşənin bağrında Rüstəm nəhəng bir əjdahanı qılıncdan keçirir. Dördüncü sınaqda o bir cadugəri məğlub edir. Beşinci sınaq zamanı o, Olad adlı bir divi tutur və onun köməyi ilə Mazandarına gedən yolu tapır. Altıncı sınaqda Rüstəm şəhəri zəfərlə alır, Şah Kavusu zindandan xilas edir. Lakin sınaqlar hələ bitməmişdi. Rüstəm görür ki, Kavus kör olub. Həkim deyir ki, sağalmaq üçün ağ divin qaraciyərindən 3 damcı qan lazımdır. Rüstəm xəncərini divin sinəsinə batırdı, ürəyin və qaraciyərini çıxardı. Mağara tamamilə divin böyük bədəni ilə dolmuşdu və dünya qan dənizi kimi görünürdü. Ağ divi məğlub etməklə 7-ci igidliyi sınağı başa çatdı və Rüstəm öz işini başa vurdu. 7 igidlik sınağından sonra Rüstəm Şah Kavusu xilas etdi və qüdrətli bir gəncdən əsil pəhləvana çevrildi. Bu, onun İran yurdunun qəhrəmanı olmağa hazır olub olmadığının sınağı idi. Rüstəm, daim İran diyarının müdafiəçisi, əfsanəvi igid, saysız hesabsız dəfə yurdunu və xalqını xilas edən qəhrəman olsa belə, hətta o da taleyin əsiri olur. Öz canı qanı olan oğlunu qurtara bilmir. Sohrabın hekayəsi Rüstəm ovçuluğa gedəndə başlayır və o yatarkən atını oğurluyurlar. O yuxudan ayılarkən Rəxşin itdiyini görür və onun izlərini tərqib edərək Samanqan diyarına çatır. Həqiqi Turan yurdu olan Samanqanda şah onu qarşılayanda Rüstəmin kürəyində yəhər olduğunu görüb heyrətə gəldi. Şah Rüstəmi sarayına dəvət edir və Rəxş tapılana qədər qalmasına xahiş edir. Məhz o sarayda təxminə Rüstəmi ilk dəfə gördü. Gecənin bir hissəsi arxada qalmışdı, qaranlıq səma üzərində Zöhrə ulduzu doğurdu. Rüstəm boğuq və gizlin pıçıltılar eşitdi. Sonra sakitcə otağının qapısı aralandı. Əlində ətir saçan şamla bir cariyə içəri daxil oldu, qəhrəmanın baş üzünə doğru səssizcə addımladı. Onun ardınca isə sanki günəş tək parlayan, cənnət ətirləri və rəngləri ilə bəzənmiş gözəl xanımı gəldi. Onun qaşları sanki bir ox yayına bənzəyirdi. Təlləri isə xəbərsizləri tora sallayacaq ilmək kimi sallanırdı. Boyu isə sərv kimi incə və uzun idi. Bədəni və ruhu paklıqdan yoğrulmuşdu. Elə bil bu dünyaya aid deyildi. Şiirrəyli Rüstəm ona heyrətlə baxdı. Ona adını və qaranlıq gecədə nə üçün gəldiyini soruşdu. O dedi, adın təxminədir. Mən sənin qəhrəmanlıq döyüşlərin və şöhrətin haqda əfsanələr eşitmişdim. Mən bu əfsanələr eşidəndə dodağımı dişlədim və səni görmək arzusuna düşdüm.
Gənc qadın Rüstəmin qarşısında dayandı və etiraf etdi ki, onun igidliyi və qəhrəmanlığı haqqında eşidərək ona vurulmuşdu. Beləliklə, təxminə Rüstəmin otağına daxil oldu və bu, dastanlarımızda bir qadının qəhrəmana evlilik təklif etməsinin ilk nümunəsi idi. Və bu da ancaq Rüstəm kimi biri ola bilərdi. Elə həmin gecə bir rahibin iştirakı ilə onlar evləndilər. Ertəsi səhər Rüstəm Təxminəyə bir möhür verdi. Bu onun nəsil nəcabətinin rəmzi idi. Rüstəm qolu üstündə daşıdığı sancağı Təxminəyə uzadıb dedi: "Bunu al. Əgər bir qız dünyaya gətirsən, saçlarını bu sancaqla hör ki, xoşbəxtlik gətirsin. Əgər göylər sənə bir igid oğul bəxş edərsə, qoy o bu sancağı qolunda gəzdirsin və beləliklə bilinsin ki, o Rüstəmin oğludur." Sübh sağı Rüstəm Zabulistana qayıtdı və 9 ay sonra Təxminə bir oğul dünyaya gətirdi. Tezliklə uşaq böyüdü. Ay tamam olmamış, bir yaşlı uşaq kimi görünürdü. Sanki yenidən doğulmuş bir Rüstəm idi. 3 yaşında çovğan oynayır. 5 yaşında ox və nizə atmaqla məşğul olurdu. 10 yaşına çatanda isə heç bir igid onunla üz-üzə gəlməyə cəsarət etmirdi. Söhrab bazı qardaşlarından fərqli olduğunu hiss edib narahatlıq keçirirdi. Həmyaşıdlarının tənələri qəlbinə dağ çəkirdi. O, bunun səbəbini öyrənmək üçün Təxminənin üzünə tutdu. O, anasına dedi: "İndi mənə həqiqətidir. Nəyə görə mən öz yaşıdlarımdan daha hündürəm? Mənim atam kimdir? Bəs insanlar atam barədə soruşanda mən hansı cavabı verməliyəm? Əgər bu sirləri məndən gizlətməyə davam etsən, sənə bir an belə yaşamağa imkan verməyəcəyəm." Anası cavab verdi: "Sözlərimi dinlə, könlün rahat olsun və qəzəbini cülovla oğlum. Sən nəhəng cüssəli igid Rüstəmin oğlusan. Damarlarında əcdadların olan Dastanın, Samın və Nərmanın qanı axır. Elə buna görə başın səmalara ucalıb. Yaradan bu aləmi yaratdığından bəri Rüstəm kimi igid dünyaya gəlməyib." Söhrab atasının İranın böyük qəhrəmanı Rüstəm olduğunu eşidəndə İrana yürüş edib Keyqavuzu taxtından endirməyə qərar verdi. Rüstəmi şah elan edib İranın igidlik libasını özü geyinmək niyyətində idi. Sayı hesabı olmayan döyüşkən türklərdən bir ordu toplayacağam və Kavuzu taxtdan salacağam. Sonra Tusun adını İrandan siləcəyəm, şah taxtını və tacını isə Rüstəmə bağışlayacağam. Onu Keyqavuzun taxtında əyləşdirəcəyəm. Əfrasiyab Söhrabın atasının sorağında olduğunu eşidəndə, Hüman Visehin komandanlığı altında ona müşayiət edəcək bir ordu toplayır. Sərkərdəyə isə əmr edir ki, Söhrab heç zaman Rüstəmin harada olduğunu öyrənə bilməsin. Digər tərəfdən, Keykavus İrana yaxınlaşan düşmənə qarşı Rüstəmi göndərdi. Elə ilk gündə Söhrab tək başına at üstündə İran düşərgəsinə hücum etdi. Əskərlərin başının üzərindəki çadırları yıxdı. Rüstəm tezliklə rəxşə minib onun qarşısına çıxdı. Gecənin qaranlığı çökəndə qanlı döyüş qızışdı. Söhrab təklif edir ki, səhərə qədər gözləsinlər və sonra bir-biri ilə güləşsinlər. O gecə Söhrab qarşılaşdığı igid haqqında düşüncələrə dalır. Onun bədəni mənimkindən zəif deyil, döyüş meydanında, qəlbində heç qorxu və kədər yoxdur. O, özünü ona yaxın hiss edirdi və üstəlik, o anasının təsvir etdiyi Rüstəmə bənziyirdi. Şübhələnirəm ki, o şanlı Rüstəmdir, çünki dünyada onun kimi igid tapılmaz. Söhrabın qəlbində bu duyğu yaranır ki, rəqibi anasının söylədiklərinə tam uyğundur və onun Rüstəm ola biləcəyindən şübhələndi. Buna görə o, döyüşü təxirə salıb arenada onunla danışmağa qərar verdi. O, həqiqəti tapmağı ümid edirdi. Amma Rüstəm bu tələyə düşmədi. Sən hələ bir uşaq ola bilərsən, amma mən deyiləm və döyüş üçün qurşağımı bağlamışam. Sonra Söhrab qəzəbli bir fil tək hücum çəkdi. O Rüstəmə ağır zərbə endirib onu yerə yıxdı
o qəhrəmanın başını bədənindən ayırmaq üçün parıldayan xəncərini çəkdi. Və Rüstəm dedi: "Ey Şirixan, gürc, kaman və qılınc oynadan qüdrətli sərkərdə, adətlərimiz bu yolu doğru saymır. Qanunlarımıza görə igidlər döyüşəndə igidə yaraşmaz ki, rəqibi ilk dəfə yerə yıxılanda can alsın. Rəqibini 2 dəfə yerə vuran igidə aslan deyərlər. O yalnız o zaman qəhrəmanlıqla ad qazanar." Söhrab bunu qəbul etdi və Rüstəmə getməyə icazə verdi. Amma ikinci döyüşdə üstünlük Rüstəmdə idi və o Söhrabı yerə sərdi. Söhrabı uzun müddət yerdə sıxıb saxlaya bilməyəcəyini anlayırdı. Rüstəm sürətlə xəncərini çıxartdı və şirürəkli qəhrəmanın sinəsinə sancdı. Söhrab Rüstəmə xəbərdarlıq etdi ki, atası onun qanının intiqamını alacaq. Və sən dənizdə bir balıq ola bilərsən və ya gecənin qaranlığında gizlənə bilərsən, istər sonsuz səmada ulduz ol, istərsə də iz qoymadan yer üzündən yoxa çıx. Amma atam mənim öldüyümü bildikdə intiqamımı alıb sənin layiqli cavabını verəcək. Bu nəcib dəstədən biri bu xəbəri Rüstəmə əlamətimi çatdıracaq və ona deyəcək ki, bu mənim nişanəmdir. Firdovsi şeirlərinin birində bu barədə deyir: Rüstəm bu igidin sözlərini eşidən zaman dünya başına fırlandı. Aləm gözlərində zülmətə döndü. Rüstəm özünə gələndə çəkdiyi qüssə və əzabın dəhşətindən nərə çəkdi və soruşdu. Firdovsi bir şeirində yazırdı: Görəsən, o gəncin daşıdığı nə əlamət idi ki, qəhrəmanların ən bədbəxti sayılan Rüstəmdən bir nişanə kimi qəbul olunurdu. Gənc dedi: Əgər sən həqiqətən Rüstəmsənsə və ölüm zərbəsini mənə sən indirmisənsə, demək ki, sən qəhrəman deyilsən. Qəlbin zülmətə qərq olub, ağlını şeytani qəzəb dumanlandırıb. Səni haqq yoluna çəkmək üçün hər vasitəyə əl atdım, amma səndən heç bir məhəbbət görmədim. Zirehimi bağlayan qayışları aç və çılpaq bədənimə bax. Rüstəm oğlanın zirehini açıb, öz nişanını gördüyü zaman kədərdən öz paltarlarını yırtdı. Firdovsi atanın və oğlun bir-birlərini tanımamasından dərindən kədərlənir. Ey dünya, işlərin necə də heyrətamizdir. Eyni möhtəşəmliklə həm dağıdırsan, həm də düzəldirsən. Bu ikisi arasında nə qırıq, nə də tam, nə sevgi oyanmışdı, nə də ağıl öz rolunu oynamışdı. Heyvanlar belə diqqətlə tanıyır öz övladını. İstə dənizdə balıq, istə göydə vəhşi uzunqulaq. Əgər bugün fəxr edib İranlı olduğumuz üçün başı uca gəziriksə, şirin və mənalı fars dilində danışırıqsa, gözəl ədəbiyyat nümunələri yaradırıqsa, bütün bunları Şahnaməyə və onun böyük yaradıcısı Firdovsiyə borcluyuq. Söhrabın ölümündən sonra illər ötüb geçdi. Amma Rüstəm hələ də İranın qeyrətli qəhrəmanı olaraq qalır. O, düşmənin həsəd və tamahından vətəni qoruyub saxladı. Amma məhz bu həsəd İranın böyük qəhrəmanının həyatına son qoydu. Rüstəm və atı Rəxş, ögey qardaşı Şəqadın qazdığı nizələrlə dolu quyuda son nəfəsini verdilər. Şahnamə Rüstəmdən sonra da davam edir. Firdovsi, Kiyani şahlarının hekayələrindən sonra Əhəməni şahlarının dastanları və İskəndərin İrana hücumundan xəbər verir. Daha sonra o, İskəndərin varislərinin İranlılar tərəfindən məğlub edilməsindən, Parfiya sülaləsinin yüksəlişindən və nəhayət Sasani şahlarının taxta çıxmasından bəhs edir. Şahnamənin ən uzun tarixi bölməsi Sasani şahlarının 427 il davam edən hakimiyyət dövrüdür. Bu hissə Şah 1-ci Ərdəşir Babəkanın hakimiyyətə gəlişi ilə başlayır. Daha sonra Diqqət, Qubad, Xosrov Pərviz, Firuz
və xüsusilə Ənuşiravan kimi şahların hakimiyyətinə yönəlir. Eyni zamanda 1-ci və 2-ci Yəzdəgirdin hakimiyyət dövrlərini də əhatə edir. Həmçinin həmin dövrün qəhrəmanları sayılan Bəhram Gur və Bəhram Çubin də bu əsərdə yer alır. Əsər Sasanilər sülaləsinin son illərinə çatır. O zaman İslam Peyğəmbəri İranı İslama dəvət etmişdi. Dəvət rədd edildiyi üçün İslam orduları İranı hücum etdi və İranı fəth etdi. 3-cü Yəzdəgird Xorasan bölgəsinə qaçdı. Lakin nəhayət Mərvdə xəyanətə uğrayaraq öldürüldü. Sasanilər sülaləsinin sonuncu şahı 3-cü Yəzdəgirdin ölümü ilə bu qədim İran imperiyası süqut etdi. Firdovsinin əzəmətli şahnaməsi yekunlaşdı. Əgər bütün bunları diqqətlə oxusanız, görəcəksiniz ki, o cəmiyyətin fərqli baxışlarını, o cümlədən də siyasət, din, əxlaq, müharibə və idarəçilik kimi sahələri nəzərdən keçirir. Əslində Şahnamə İran xalqının ən böyük kitabxanasıdır. Şahnamə bizim ədəbi xəzinələrimizdən biridir. O, fars dilinin təməl daşlarından biri və şübhəsiz ki, onun əsas sütunlarından biridir. 30 ilin zəhmətindən sonra Firdovsinin yorulmaz əməyi nəticəsini verdi və o, bu torpağın insanlarının əfsanə və nağılları ilə dolu bir kitabı şeir şəklində yaratdı. Bir millətin taleyinin kitabı, kimliyinin əbədiyyət sənədi tamamlandı. İndi bu məşhur kitab sona çatdı. Sözlərim hər yana yayılacaq. Bədənim torpağa qovuşsa da, ruhum yaşayacaq. Çünki müdriklik toruvarlı dünyaya səpmişəm. Ağıl və fəzilət sahibi olan hər kəs ölümümdən sonra məni tərif edəcək. Şahnamənin tamamlanması ilə Firdovsinin ömrünün son 30 ilini sərf etdiyi bu əsər unudulmuş bir tarix torpağın altından baş qaldırdı və yenidən dirçəldi. Firdovsi bizə tarixdən başqa bir dərs də öyrətdi. O bizə göstərdi ki, müdrikliklə, ədalətlə və səxavətlə davranmaq üçün Şahnamə şahlarının ilahi ehtişamına və qüdrətinə ehtiyac yoxdur. Biz sadəcə həyatımızı necə yaşamaq istədiyimizi seçməliyik. Firdovsinin ədalətin rəmzi olan Fəridun barədə Şahnamədə söylədiyi kimi, Fəridun nə göydən enmiş mələk idi, nə də müşk ilə kəhrəbadan yoğrulmuşdu. Onun böyüklüyü ədalət və səxavətlə cilalandı. Ədalətli və səxavətli olsan, sən də Fəridun olarsan.